Salam uşaqlar, hər vaxtınız xeyir. Deməli, yenə monitorinqlə davam edirik. Çalışacağım ki, hər həftə sizə yeni monitorinqlər çəkim, paylaşım. Ola bilər ki, bunu da hansısa müəllim də yenə paylaşa bilər. Sadəcə mənim qarşıma çıxdığına görə öz səhifəmdə də monitorinqlər tapılsın deyə bu şəkildə yazıram. Gəlin indi başlayaq hamısının izahını verə-verə yazmağa. Deyir 4-ün kvadratının 3 misli. Birinci biz baxırıq 4-ün kvadratı nə deməkdir? 4-ün üstündə 2. 3 misli nə deməkdir? Yəni həmin aldığımız cavabı 3-ə vurmaq deməkdir. 4-ün kvadratı edir 16. 16-nı 3-ə vurduğumuz zaman edəcək 48. Variant B variantı. İkinci sual. 55 dərəcəli bucağa konqurent olan bucaq neçə dərəcədir? Biz bilirik ki, konqurentlik nə deməkdir? Yəni, bucaqların, tərəflərin bir-birinə bərabər olması deməkdir. Əgər bir bucaq 55 dərəcədirsə, deməli, digər bucaq da 55 dərəcədir. Üçüncüsü, 0,18 onluq kəsirini faizlə ifadə edin. Onluq kəsiri faizlə ifadə etmək o deməkdir ki, həmin bu onluq kəsiri 100-ə vurmaq deməkdir. Onluq kəsirlərin 100-ə, 10-a, 1000-ə vurulması qaydası necədir? Əgər 100-ün yanında neçə dənə 0 var? 2 dənə 0 var. Bu 2 dənə 0 varsa, virgül 2 vahid sağa sürüşdürülür. Yəni, bax, sağa sürüşdürdüyüm zaman 1, 2. Gətirib 18-dən yazırıq. Bu da edir 18 faiz. Variant B variantı. Sonra dördüncü sual. Deyir, düzbucaqlı paralelepipedin həcm düsturunu yazın. Düzbucaqlı paralelepipedin həcm düsturu V bərabərdir A vurulsun B vurulsun C şəklindədir. Variant da B variantı. Beşinci sual. Deyir ki, x kiçikdir 5,8 bərabərliyi ödəyən ədədi göstərin. Baxırıq ki, bu nə deməkdir? Hər hansı bir ədəd kiçikdir 5,8-dən. Bir-bir yerinə qoysaq. 6 5,8-dən kiçik deyil, 7 kiçik deyil, 8 kiçik deyil. Amma 5 5,8-dən kiçikdir. Yəni, bərabərsizliyimiz bu şəkildə alınır. Variant A variantı. 6-cı sual. 98 dərəcəli bucağın tənböləni onu hansı bucaqlara bölür? Biz demişik ki, tənbölənimiz üçbucağın təpəsini ümumiyyətlə, yəni üçbucaq bucaq tənböləninin bucağın təpəsini qarşı tərəflə birləşdirən parçası üçbucağın tənböləni adlanır. Adından da göründüyü kimi, yəni bu bucağı yarıya bölmək deməkdir. Əgər 98 dərəcəli bucağın tənbölənindən söhbət gedirsə, deməli 98-i 2 yerə böldüyümüz zaman edəcək 49. Bir tərəf 49, digər tərəf də 49. Variant da C variantı. Sonra 7-ci sual. Deyir ki, A vurulsun B bərabərdir 7-dir. A vurulsun 6, vurulsun B-ni ifadəsinin qiymətini tapın. Mən bunu səhv eləmirəmsə 5-ci sinifin Namazovundaydı, yoxsa kitabında, dərs izahında belə sualları vurmanın səhv eləmirəmsə xassələrinə aid olan mövzudaydı. Geniş izahını vermişəm. Burada isə qısa desək, siz onsuz da A-nı B-yə vurduğunuz zaman 7-dir. Siz istəsəz A-ya 1 qoyun, istəsəz B-yə 7 qoyun və yaxud A-ya 7 qoyun, B-yə 1 qoyun. Fərqi yoxdur. Onsuz da siz 1-i 6-ya vuranda 6 eləyəcək, 6-nı 7-yə vuranda yenə 42 edir. 7-ni 6-ya vuranda 42, 42-ni 1-ə vuranda yenə 42 edir. Bu ifadələrdə vurmada heç bir fərqi yoxdur. Əgər bura vurmadısa, bura vurmadısa heç bir fərqi yoxdur. Amma üstəgələk, toplama və yaxud da bölmədisə, o zaman fərqi olur. Yəni, məsələn, bura 6 versə, sən 1-i 6-ya da vurub 6 ala bilərsən, 2-ni 3-ə də vurub 6 ala bilərsən və yaxud 3-ü 2-yə də vurub 6 ala bilərsən. Onsuz da vurğuların yerini dəyişəndə hasil dəyişmir axı. Yəni, vurmada fərqi yoxdur. Amma toplama, çıxma, bölmədə fərqi ola bilir. Çünki yerlərin fərqli qoyulur axı, dəyişir ona görə. Bu şəkildə. O zaman 7 vurulsun 6 bərabərdir 42. Yazırıq. Variantımız B variantı. Sonra 8-ci sual. Deyir, 40-ın 4də 3 hissəsini tapın. Ümumiyyətlə, ədədin hissəsini tapmaqdır. Ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən kəsirə vurmaq lazımdır. Yəni, 40-ı vurmalıyıq 4də 3-ə.
3 niyə belə oldu? Bu da nə deməkdir? Yəni 40 bölünsün 4 vurulsun 3-ə. Və yaxud da başqa cür ixtisar gedərsə, bu şəkildə də yazmaq olar. 40-ı 4-ə böldüyümüz zaman edəcək 10, onu da 3-ə vurduğumuz zaman edəcək 30. Variant da C variantı. 0,3 hissəsi 1,8 litr olan qabın tutumunu hesablayın. Bu da sanki hissəsinə görə ədədi tapmaq deməkdir. Hissəsinə görə ədədi də tapmaq o deməkdir ki, ədədi hissə göstərən kəsrə bölmək lazımdır. Ədədi hissə göstərən kəsrə bölmək lazımdır. Bunu adi qayda ilə də deyək ki, ağacda bölməklə də bölə bilərsiniz. Amma ən rahat yolu necədir? Siz baxırsınız ki, bunu hansı 10-a, 100-ə və yaxud hansı 10-un qüvvətləri şəklində hansısa birinə vura bilərsiniz ki, bu tam 18 eləsin, bu tam 3 eləsin. Əlbəttə ki, bunun hər tərəfini mən 10-a vuraram. 1,8-i 10-a vuranda vergül bir vahid sağa gələcək, olacaq 18. 0,3-ü 10-a vuranda vergül bir vahid sağa gələcək, olacaq 3. 18-i də 3-ə böləndə eləyəcək 6. Variant da D variantı. 10-cu sualımız. 16, 8, 12 ədədlərinin ədədi ortasını tapın. Ədədi orta nə deməkdir? Ədədi orta o deməkdir ki, sizə verilən ədədlərin cəminin sayına bölünməsidir. Yəni, mən ədədlər verib 16, 8, 12. Cəminin sayına bölünməsi. Neçə dənə ədəd var? 1, 2, 3. Yəni 3-ə bölür. 4 dənə ədəd olsaydı 4-ə bölərdin. 5 dənə olsaydı 5-ə bölərdin. 18-in üstünə deməli, daha doğru 8, 20, 36. 36-nı da 3-ə böldüyümüz zaman edəcək 12. Variant da C variantı. Bunların hamısını bu şəkildə çox güman asan da görünə bilər. Sadəcə yazmağın məqsədi ondan ibarətdir ki, istər öz şagirdlərimdə olsun, istər sizin üçün çəkib paylaşdığım zaman olsun, hər sualı, məsələn, baxırıq ki, burada 5-ci sinifə aid olan bir şeydir də, məsəl üçün bu. Biz onun üzərindən qısa da olmuş olsa keçirik, qısa da olmuş olsa hamısının izahını veririk. Ona görə bu şəkildə mən uzun izahlar verirəm. Deməli, verilmiş onluq kəsir %1-lərə qədər yuvarlaqlaşdırır. Bax, yeni mövzu oldu sanki. Ola bilər ki, uşaq yadından çıxarsın da. Mən burada yenə izah edirəm. Onluq kəsiri ümumiyyətlə yuvarlaqlaşdırmaq nə deməkdir? Biz bilirik ki, məsələn, 0,3. %37 yazaq. Bu onluq kəsirdir də. Onluq kəsiri vergülün sağındakılar 10-1, 100-1, 1000-1 şəklində deyilir. Vergülün solundakı isə tam hissə sayılır. Yəni bu kəsirin tam hissəsi 0-dır, 10-1 hissəsi 3-dür, 100-1 hissəsi 7-dir. Və yaxud da məsələn bu şəkildə yazsam, bu ifadədə vergüldən sonraki olur təklik, vergüldən əvvəl daha doğrusu. Təklik, onluq, yüzlük bu şəkildə davam edir. Vergülün sağında isə bu şəkildə gedir. 10-1, 100-1, 1000-1, 10.000-1. Bu şəkildə davam edir. İndi bizim verdiyimiz ədəd, bizə verdiyi ədəd 9,1506-dır. Deyir ki, onluq kəsir %1-lərə qədər yuvarlaqlaşdırır. Gəlin birinci biz buradakı %1-i qeyd edək. 10-1, 100-1. %1-i qeyd elədim, 0-dır. Biz adi qayda ilə öyrənmişik ki, yuvarlaqlaşdırmadan və qeyd olunmuş ədədin sağında 0, 1, 2, 3, 4 olarsa heç bir şey dəyişilmir. Qeyd elədiyimiz olduğu kimi qalır, sağındakılar 0-a gedir. Amma 5, 6, 7, 8, 9 olarsa qeyd olunan bir vahid artır, qalanları digərləri 0-a gedir. Burada baxırıq ki, 0-dan sonra 6 var. Deməli, bu 6 bir vahid artma kateqoriyasına aiddir. Yəni 0 bir vahid artacaq. Olacaq 9,51. Bu 6 da 0-a gedir. 0 yazmağa ehtiyac yoxdur. Olacaq 9,51. Burada da variant D variantı. Ümid edirəm ki, az da olsa, qısa da olmuş olsa izahını verə bildim. Sonra keçirik 12-ci misala. 12. Eni deyir ki, məsələn, eninə A deyək, uzunluğuna da B deyək. Düzbucağının sahəsi
Baxaq, ola bilsin ki, məsələn, uşaqda yadından çıxıb düzbucağının sahəsi düsturur. Mən bunları yazmaqda məqsədim, yenə də deyirəm, hər mövzunu qısa da olmuş olsa sizə izah eləməyimdir. Vaxt tapa bilmirəm, məsələn, bütün mövzuları geniş-geniş izah eləyib çəkməyə. Ona görə mən bu yolu seçmişəm ki, hər bir monitorinq yazım, istər bu YouTube-da yazılmış olsun, istər yazılmış olmasın. Mən yenə də yazım ki, mən dilimi başa düşən uşaqlar üçün əlçatan olsun. S bərabərdir A vurulsun B-yə. Yəni eni ilə uzunluğunun hasilinə 5 vurulsun 15 bərabərdir 75. 13-cü sual. Tənlidir, həll edin. A üstə gələk 6-da 1 bərabərdir 2 bölünsün 3-ə. Biz bu tənliyə baxdığımız zaman görürük ki, toplanan cəm. Məlum olmayan toplananı tapmaq üçün cəmdən məlum olan toplananı çıxmalıyıq. 3-dən 6-nın əkubu elə 6-dır. 6-nı 3-ə böldüyümüz zaman 2, 2-ni də 2-yə vuranda 4, 6-nı 6-ya böldüyümüz zaman 1, 1-i də 1-ə vuranda 1. 4-dən 1 çıxanda 6, 4-dən 1 çıxanda 3 oldu, 6-da 3. Baxıram ki, ixtisar olunan kəsirdir. 6-da 3-ə böləndə 2, 3-ü 3-ə böləndə 1. Bu da edir 2-də 1. Variant da B variantı. Ola bilsin ki, 2-də 1 verməsin, 0,5 versin. Deyərsiniz ki, 0,5-i hardan alırsan? Biz deyirik ki, adi kəsirləri onluq kəsirə çevirmək üçün nə edirik? 1-i bölürük 2-yə. Yəni, sürət məxrəcə bölünür. Sürəti məxrəcə böldüyümüz zaman 1-in içində 2 yoxdur. Bura 0 atıram. Bax, bunu da göstərirəm. Məsəl üçün, 0-ı 2-yə vuranda 0 eləyir. 1-dən 0 çıxanda yenə 1 qalır. Görürsən ki, yenə 1-in içində 2 yoxdur. Bura bir vergül atırsan, bura vergül atmısansa, sən buradakı ədədlər davam elədiyi zaman, davam eləyənə qədər sən sıfırları ata bilərsən. Onun içindəki nə qədərdir? Elə 5 dənədir. Bu da edir 10. Cavab olur. Məsələn, deyək ki, 2-də 1 0,5-ə bərabərdir. Ola bilsin ki, yəni 2-də 1 verməsin, 0,5 versin. Ona görə qeyd etdim. Sonra 14-cü misal. 2,9-da 3 üstə gələk 1,3-də 2 bərabərdir. Bunu hesablamağa. Belə hesablamalarda əgər çaşmırsınızsa, birinci tamları hesablayın, sonra kəsir hissələrini hesablayın. Amma qarışdırırsınızsa, mən ən yaxşı, bəzən bəlkə də uzun gedə bilər, amma ən rahat yolu odur. Qarışıq ədədləri düzgün olmayan kəsirə çevir, sonra adi qayda ilə hesabla. Qarışıq ədədləri düzgün olmayan kəsirə necə çevirirdik? Məxrəc olduğu kimi qalırdı. Məxrəci tam hissəyə vururdu. 9-u 2-yə vuranda 18, 18-in də üstünə 3-ün sürəti gəlib, sürətdə yazırdıq. 18-in üstünə 3 gələndə eləyəcək 21. Üstə gələk, 3-ü 1-ə vuranda 3, üstünə 2 gələndə 5. 9-dan 3-ün əkubu 9-dur, bu 21 edir. Çünki 9-u 9-a böləndə 1, 21-i 1-ə vuranda 21. 9-u 3-ə böləndə 3, 3-ü 5-ə vuranda eləyəcək 15. Bu dedi 36-nı 9-a böldüyümüz zaman edəcək 4. Variant da C variantı. 15. 15-ci sual deyir ki, 13-də A kəsirinin düzgün kəsir olması üçün A-nın alacağı ən böyük qiyməti göstərin. Ümumiyyətlə, A-nın gəlin alacağı daha doğrusu qiymətləri tapaq. Biz bilirik ki, düzgün kəsir nə deməkdir? Düzgün kəsir məxrəc sürətindən böyük olmalıdır. Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 13 ola bilməz. 13-dən 13 düzgün kəsir deyil. Buradan ən böyük qiymətini soruşduğuna görə elə 12 olacaq. Variant D variantı. Ən kiçiyini soruşsaydı 1 olardı. 16-cı sual. Tili 4 cm olan kubun A bərabərdir 4 yazda. Kubun həcmini tapın. Həcm düsturumuz V bərabərdir A-nın kubudur. A-nın kubu o deməkdir ki, 4 vurulsun 3. 4-ün üstü 3 o deməkdir ki, 4-ü 3 dəfə öz-özünə vurmaq. 4-ü 4-ə 16, 16-nı 4-ə vuranda 64 cm kubu alınır. Variant da B variantı. 17-ci sual. Sinifdə 30 şagirdin 20% əlaçıdır. Neçə şagird əlaçıdır? Yəni 30 ədədinin 20%-ni tapırıq. Ədədin faizini tapmaq üçün mən ədədi faiz göstərənə vurub 100-ə bölməliyəm. Bunlar sıfırlar ixtisar getdiyi zaman qalacaq 6. Deməli 6 nəfər əlaçıymış. 18. 18-ci sual nədir? Deyir ki, 1,5-də 3 və 1,5-də 4 ədədlərin cəminin 5 mislini tapın.
5 mislini tapın. Gələk bunu hesablayaq. Birinci mötərizənin içərisini hesablayaq. Düzgün olmayan kəsirə çevirək. 5 birim 5, üstünə 3 gələndə 8, üstə gələk. 5 birim 5, üstünə 4 gələndə 9 vurulsun. 5'ə bərabərdir. 5'də 8'in üstə 9 gələndə 17 vurulsun. 5. Biz baxırıq ki, buradan 5 ilə 5 ixtisar gedir. Cavab da 17 qalır. Sonra 18, bu da 19. 9-cu yazaq. Deyir ki, 25% 16 manat olan məbləği tapın. Bu da faizə görə ədədin tapılmasıdır. Faizə görə ədədi tapmaq üçün bu şəkildə deyirik. Deyirik ki, ədədi 100-ə vurub faiz göstərənə bölmək lazımdır. Ədədi 100-ə vurub faiz göstərənə bölmək lazımdır. 100 ilə 25 4-ə ixtisar gedir. 64 alınır. 16-nı 4-ə vuranda, yəni 64 edir. 20-ci sual deyir. Birinci sahədən 23,5 ton, ikinci sahədən isə birincidən 2,3 ton az. Çıxılsın 2,3. Onluq kəsirdən onluq kəsir çıxmaqdır. Gəlin bunu da hamısını göstərəcəm. Yenə dediyim kimi buradakı əsas mənim məqsədim bütün mövzulara toxunmaqdır. Biz deyirik ki, ümumiyyətlə onluq kəsir toplayanda da çıxanda da tam hissələr alt-alta, kəsir hissələri də uyğun olaraq, məsələn, onda 1 desə onda 1-in altında, 100-1 desə 100-1-in altında. 2 tamdır, 2 tam buradan yazır, ta götürüb buradan yazmırıq. Bu 23 tamdır, amma bu 2 tamdır. Bu təklikdir, bu isə, buradakı 2 isə onluqdur. Təklik təkliyin altından, 5 onda 1-dir, 3 də onda 1-dir, onda 1-i də onda 1-in altından. 5-dən 3-ü çıxanda 2, 3-dən 2 çıxanda 1, 2 də qalır burada. Olur 21,2 ton. Sonra deyir ki, 2 sahədə cəmi nə qədərdir? 2 sahədə 23,5 üstə gələk 21,2. Yenə 23,5 üstə gələk. Baxın, 3 təklikdir, 1 təklikdir, 2 onluqdur, 2 onluqdur. Tam hissə, kəsir hissə 5-dir, burada da 2-dir. Bu şəkildə 5-in üstünə 2 gələndə 7, 3-ün üstünə 1 gələndə 4, 2-nin üstünə 2 gələndə 4. Elə 44,7 ton. Sonra 21-ci sual. 21-də isə üçbucağın tərəfləri A 1,2-də 1-dir. B 2,4-də 3-dür. C isə 5-də 2 cm-dir. Üçbucağın perimetrini tapın. Biz bilirik ki, üçbucağın perimetri düstur A üstə gələk B, üstə gələk C-dir. Yəni P bərabərdir 1,2-də 1, üstə gələk 2,4-də 3, üstə gələk 5-də 2. Bərabərdir. Bütün hamısını düzgün olmayan kəsirə çevirək. 2-ni 1-ə vuranda 2, üstünə 1 gələndə 3, üstə gələk 4, 2, 8, 11, üstə gələk 5-də 2. 2-yə, 4-ə, 5-ə əküb 20-dir. 20-ni 2-yə böldüyümüz zaman edəcək 10, 10-u 3-ə vuranda 30. Üstə gələk 20-ni 4-ə böldüyümüz zaman 5, 5-i 11-ə vuranda 55, 20-ni 5-ə böldüyümüz zaman 4, 4-ü 2-yə vuranda 8 bərabərdir. Bu topladığımız zaman edəcək 20-də 93. Bu şəkildə yazılanda da düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsiri qarşı ədədə çevirmək üçün 93-ü 20-yə bölmək lazımdır. Gəlin bunu da yenə kənarda bölək. 93-ü 20-yə böldüyümüz zaman 93-ün içində 24 dəfədə 80 edəcək. Bu da edəcək 13. O zaman mən natamam qisməti tam hissədə kəsirim məxrəci olduğu kimi qalacaq. Qalıq isə sürətdə yazılacaq. Olacaq A variantı. Sonra neçənci sual? 22-ci sual. 8-də 5 hissəsi 40 litrə bərabər olan akvariumun tutumu neçə litrdir? Bax, hissəsinə görə ədədi. Hissəsinə görə ədədi tapmaq üçün ədədi hissə göstərən kəsirə bölmək lazımdır. Bizim də qaydamız necədir? Birinci kəsir olduğu kimi qalırdı. İkinci kəsirimiz tərsinə çevrilirdi. 40-ı içində 5, 8, 8-i də 8-ə vurduğumuz zaman edəcək 64. Variant da D variantı. 23-cü sual. Deyir, işçinin aylıq gəliri 640 manatdır. Bunu bildik. Bu deyir ki, bu gəlirin 8-də 1 hissəsini kommunala. Gəl görə kommunala nə qədər xərcləyib. Bunun 8-də 1 hissəsi. Yəni 8-də 1-ə vurmaq deməkdir. Bu edir 80.
Qalan pulun 7-də 4 hissəsi ərzağa. Gəl görək ərzağa nə qədər gedib. Qalan pulun deyir. Nə qədər pul qalıb? 80 manat qalmayıb. Bu 80 manat xərcləyib. 640-dan mən 80-i çıxaram. Taparam ki 560 elə. Bu həmin 560-ın 7-də 4 hissəsini ərzağa xərcləyib. Bu da edir 80. 80-i 4-ə vurduğumuz zaman 320. Sonra deyik ərzağı xərclə. Bu xərclərdən sonra onun nə qədər pulu qaldı? O zaman 640 çıxılsın 80 üstə gələk 320. O da bərabərdir 640 çıxılsın 400 bərabərdir 240. Deməli nə qədər pulu qalıb? 240 manat pulu qalıb. Sonuncu suallar 24. Tənliyi deyir həll edən. X bölünsün 4 çıxılsın 8-də 3 bərabərdir 1,8-də 3. Baxırıq ki, birinci burada mən düzgün olmayan kəsrə çevirə bilərəm. Sırayla gedək, tələsməyək. 8-i 1-ə vuranda 8 üstünə 3 gələndə eləyəcək 11. Bunu yazdıq. Sonra biz sanki buna baxırıq ki, azalan, çıxılan fərq. Gəl birinci bu şəkildə baxaq. Çünki mənim dəyişən olanım buradadır axı. Azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı əlavə etməliyəm. X bölünsün 4 olduğu kimi qaldı. Məxrəcləri bərabər olan kəsirləri toplamaq üçün məxrəc olduğu kimi qalır. Sürətlər toplanır. Olur 14. İndi sanki burada nə oldu? Bölünən, bölən qismət. Bölünəni tapmaq üçün qisməti mən bölənə, deməli, qisməti bölənə vurmalıyam. Burada 18 nə yazdım? 8 ilə. 8-dən 4 ixtisar gedər, 2 qalır. 14-ü də 2-yə böldüyüm zaman edəcək 7. Variant olaraq B variantı. Və sonuncu 25-ci sual. 45 çıxılsın 3-ün kvadratı üstə gələk 7 vurulsun 3-ə. Misalımız bu şəkildədir. Biz bilirik ki, birinci mötərizəni həll edelim. 3-ün kvadratı 9-dur. Üstünə 7 gələk. Hamısını yenə geniş yazıram. 45 çıxılsın. 9-un üstünə 7 gəldiyimiz zaman 16 edir. Vurulsun 3-ə. 45-dən 16-nı çıxanda 29. 29-u da 3-ə vurduğumuz zaman edəcək 87. Variant olaraq da B variantı. Bu şəkildə yekunlaşdı. Növbəti videolarda görüşmək ümidi ilə.